Bizler kendim yurdum canım, seni gözleyir ürəkdə qəmim. Her adımda tarih, her nefeste sen. Senden bizler kendim, sen benim nefesim. Gece ulduzları seni çağırar, ayda senden öğrener ışıklar. Her daşa tokunmuş geçmişler yatar. Bizler kendim ruhumda yaşayır. Bizler kendim yurdum canım, seni gözleyir ürəkdə qəmim. Her adımda tarih, her nefeste sen. Senden bizler kendim, sen benim nefesim. Külək getirer torpağın qoxusunu, sesler daşıyar kendimin xatirəsini. Her adımda köhnə bir nağıl danışar. Bizler kendim heç vaxt unudulmaz. Bizler kendim yurdum canım, seni gözleyir ürəkdə qəmim. Her adımda tarih, her nefeste sen. Senden bizler kendim, sen benim nefesim. Hörmətli izləyicilərimiz, deməli proqramımıza başlayanda mən qeyd etdim ki, Ənbizlər kəndinə 3 istiqamətdən yol gəlir. Həmən gördüyünüz bu Ənbizlər yazısı isə deməli Yaşma körpüsündən gələn Ağdərə Qasımkənd yolunun davamı olaraq Ənbizlər kəndinə gəlib çıxır o istiqamətdən. Və bir digər yol isə bu qırmızı dağların üstü ilə gələn Qarabulaq yoludur. Onu da inşallah sizə göstərəcəyəm. İrəli Murad. Hörmətli izləyicilərimiz, deməli Ənbizlər kəndinin girişində biz sizə göstərdiyimiz o Ənbiz dediyimiz dağlar, buradan daha gözəl mənzərəsi var, daha gözəl görünürlər. Deməli o ki, bu Ənbizlər sözünün ki, taxılçılıqla bağlı olduğunun da bir məsələni diqqətinizi çatdırmaq istəyirəm ki, bu kənd o dönəmdə çoxlu sayda, belə deyək də, taxıl sahələri var idi. Deməli, 1928-ci ildə Xızı rayonu təsis olunanda, Xızı rayonunun ərazisində yetişdirilən taxılçılıq məhsulları, kənd təsərrüfatı məhsulları, ət, süd, digər məhsullar Bakı şəhərinin demək olar ki, 15-17% tələbatını ödəyirdi. Və bir şey də diqqətinizə çatdırmaq istəyirəm ki, Ənbizlər kəndində taxılçılıq da, taxılçılıq, heyvandarlıq, bağçılıq və digər sahələr geniş inkişaf etmişdi. Və əhalinin dolanmasında bu sahələrin, belə deyələ, insanlara çox böyük köməkliyi var idi. Eyni zamanda da taxılçılıq o qədər çox idi ki, ərazidə taxılların bir növdə bu dağla bağlanması, bu təpələrə bənzədilməsi ilə də o rəvayətin bir bağlılığı var, mənə elə gəlir ki. Ənbizlər kəndi Xızı rayonunun Gölxan mahalının ən böyük kəndlərindən biri olmuşdur. Və kənddə 200-ə yaxın ev olub. Eyni zamanda da kənddə məktəb olub.
Yəni həmin bu gördüyünüz bina 2 mərtəbəli bina Ənbizlər kənd məktəbi olub. Yəni bu Sovet dövründə tikilmiş məktəb olub, amma köhnə məktəb digər yerdə olub. İndi onun qalıqları qalmayıb ona görə. Deməli uşaq o qədər çox olub ki, ərazidə, kənddə uşaqlar o qədər çox olub ki, hətta arxasına yeni bir yardımçı bina da əlavə ediblər ki, insanla təhsilin daha yaxşı aparılması üçün. Hal-hazırda biz Ənbizlər kəndində Həbib Muradova məxsus evin qarşısındayıq. Deməli, Həbib kişi el arasında Həbib Pərcahan kimi də tanınardı. Və bu evdə ömrünü başa vurub və Ənbizlər kəndini tərk etməyən tək insanlardan, tək kişilərdən biri olub. Və daim ölənə qədər öz elini, obasını tərk eləməyib. Və mənə elə gəlir ki, Həbib kişinin bu cürünə davranışı bizə bir məktəb, bir dərs ola bilər. Həbib Pərcahan o kişi idi ki, o insan idi ki, hələ Sovet dövründə o kişi haqqında sənədli bir film çəkilmişdi və Həbib kişi o filmdə öz elini, obasını tərk etmək istəməyən bir, belə deyək də, öz obrazını canlandırırdı. Və Həbib kişi bu kəndin keşikçisi kimi, qaroltusu kimi həmən bu balkondan, həmən bu sütunun yanından kəndə yaxınlaşan təhlükələrə öz silahı ilə atəş açardı və kəndi qoruyardı. Necə deyərlər, kəndin son qalanın son əskəri görəvini yerinə yetirərdi. Hal-hazırda biz Ənbizlər kənd qəbirstanlığındayıq və özümüzə borc bildik ki, burada olan insanları da yad edik, ruhlarına dualar oxuyaq. Və eyni zamanda da onu qeyd edeyim ki, bayaq çəkilişini apardığımız Ənbizlərin son qoruyan kişi haqqında, ki, Həbib kişi haqqında danışdıq və qeyd etmək istəyirəm ki, Həbib kişi öz həyat yoldaşı ilə o qəbirdə dəfn olunublar. Muradov Həbib Hüseynqulu oğlu 1893-1993-cü il. Muradova Gülxanım Ələskər qızı 1900-1994. Allah hər ikisinə rəhmət eləsin. Bu kəndin son sakinləri olub. Ənbizlər kəndində 1893-cü ildə anadan olmuşam. Babam da burada ölüb. Atam da burada ölüb, nənəm də, cəmi əqrəbam bu qəbirstanlıqda, özüm də əmələ burada öləcəm, bu torpaqda basdırılacaq. Ənbizlər qəbirstanlığının girişindəyik. Və burada bir abidə ucaldılıb. Bu abidə 1941-45-ci illərdə Vətən müharibəsində həlak olmuş Ənbizlər igidlərinin şərəfinə ucaldılmışdır. Abidəni Usta Tahir İbad oğlu tərəfindən ucaldılmışdır. 1989-cu il 7-si 9-cu ay. Abidəni ümumiyyətlə sadə bir üslubda inşa edilmişdir. Və iki hissədə döyüşdə həlak olanların adları qeyd olunmuşdur, siyahidə qeyd olunmuşdur. Yaxşı oxunmasa da hal-hazırda bu daşın da üzərində, ağ mərmərin üzərində həlak olmuş həmvətənlərimizin adı və bu daşın üzərində qeyd olunmuş insanlar, şəhid olan insanların adı qeyd edilmişdir. Arkada gördüyünüz Ənbizlər kəndinin növbəti gözəl görüntüsü gördüyünüz kimi və buradan bütün Ənbizlərlilərə öz salamımızı yetiririk. İnşallah vətəndə görüşənə qədər deyirik.
Gördüyünüz bu tikili isə Ənbizlər kəndinin ümumi hamamı olmuşdur. Deməli, hamam demək olar ki, həftənin bir neçə günü fəaliyyət göstərərdi və bir gün qadınlar, bir gün kişilər olmaqla öz fəaliyyətini aparar və insanlara xidmət edərdi. Çox təəssüflər olsun ki, hamamın ağzı gördüyünüz kimi bağlıdır. Ona görə biz sizə hamamın içini göstərə bilmirik. Bu gördüyünüz daş quyu ağzıdır. Yəni su quyusunun ağzıdır. Ənbizlər kəndinin ərazisində çoxlu sayda su quyuları olub. Həmən bu gördüyünüz quyu isə hamamı aid olan su quyusu idi. Yəni insanlar buradan suyu çıxardaraq hamamda necə deyərlər, ocaq xəzinəsində qızdırardılar və hamama verərdilər. Hal-hazırda quyuda su da var. Yəni bu dəqiqə istifadəyə yararlıdır. Onu təsdiqləmək üçün də bu kiçik daşı atıram quyuya. Baxın. Danışanda deyəndə Xızı kəndlərinin dağılması haqqında, köçürülməsi haqqında danışanda deyirlər ki, susuzluq olub, insanlar su təminatını ödəyə bilməyiblər. Amma bu kökündən yanlış bir fikirdir. Həmən bu Ənbizlər kəndində ondan çox su quyusu olub, kəndi su təminatını ödəmək üçün. Eyni zamanda da dağlardan, yaylaqlardan borular vasitəsilə, saxsı borular vasitəsilə kəndə su təminatı təmin edilirmiş. O quyulardan biri də gördüyünüz kimi bu həyətdə, bu evin həyətində yerləşir. Heyvanların düşməməsi üçün, içi dolmaması üçün müvəqqəti olaraq üstünü kənd sakinləri tərəfindən iri daşlarla örtülmüşdür. Qeyd etdiyimiz kimi kənd ərazisində bir neçə quyudan biri də bu quyudur ki, bu kənddə buna Əlinin quyusu deyirlər. Bundan da bu hal-hazırda da su var içində. Yəni insanlar da bundan öz tələbatlarını ödəmək üçün istifadə etmişdir. Gördüyünüz bu daş isə heyvanların su içməyi üçün düzəldilmiş bir qabdır. Daşdan qab. Yəni quyudan suyu çıxararaq bu qablara tökürdülər və heyvanların suvarılması üçün istifadə olunurdu. Qeyd edeyim ki, bu daşlar, yəni mədən daşlarından istifadə edilməklə düzəldilmişdir. Deməli, bir şeydə diqqətinizə çatdırmaq istəyirəm. Yəni, keçmişdə bu divarları tikən ustaların istifadə elədiyi bəzi alətlər var idi. O alətlər zubul, çəkic və bir də üç dişli daş darağı deyərdilər ona. Bir alət var idi. Onu daşın çıxıntılı hissələrinə qoyub döyərdilər daşları və bu cür gözəl görüntülər, yəni hamar bir əmələ gətirərdilər. Özdə ki, deməli, çox vaxt daşlar daş ocağında hazır şəkildə daş döyən ustalar tərəfindən döyülərdi, düzəldilərdi, nömrələnərdi və arabaya yüklənib, at ərəbəsinə, öküz ərəbəsinə yüklənib tikinti yerinə aparılardı. Divarı hörən ustaları isə ayrı adamlar idi. Onlar ancaq hörmə işinə baxırdılar. Yəni daşları üst-üstə qoyub, nömrəli daşları üst-üstə qoyub evləri inşa edərdilər. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun. Hörmətli Xızı TV izləyiciləri, bugünkü səfərimiz də belə başa çatdı. Görüşmək ümidi ilə bizimlə qalın. Sağ olun.